biraz sizin düşüncə tərzinizə görə izah edeyim. Əvvəlcə mən sizi 3 qrupa bölürəm. Birinci qrup, bu sıra birinci qrup, ikinci qrup, üçüncü qrup. Röyanın sırasında Röya, deməli qrupun rəhbəri Röyadır. Bu sırada Orucova Fatimədir, bu sırada isə Salmanova Aygündür. Yəni bu qruplar hər biri bir dəqiqə ərzində fikirləşirsiniz. Vətənə aid olan bir sual, vətən mövzusunda bir sual qarşıya qoyursunuz. Və bu sualları bütün sinifə müraciətlə verirsiniz. Bu sinifdəki uşaqlar həmin uşaqlardan bəziləri bu sualları cavablandırmalıdırlar. Və fikirləşin, sizə vaxt verirəm. İndi birinci qrup Röyanın qrupu. Sən sualı kim verəcək Röya? Bizim qrupun sualını Şəfəq verəcək. Buyur Şəfəq. Vətən nədir və haradan başlanır? Fikirləşin uşaqlar, vətən nədir və haradan başlanır? Əyləş Şəfəq. Əhmədova. Dur suala cavab ver. Vətən doğma ocaqdan, əl-əlvan diyardan və nəhayət insanın qəlbinin özündən başlanır vətən. Ana vətən. Saçlarına indi qar qonub sənin, başın üstə qara bulutlar gəzişir. Ürəyinə çalın çarpaz Qarabağdan çəkilir. Ey vətən oğlu, bugün ağbirçəkli ana vətən bizi haraylayır, bizi səsləyir. Axı biz Babəkin, Cavanşirin, Koroğlunun, Qaçarlar bilir nəvələriyik. Nənəmiz nigarlar, həcərlər, tomrislər olub. Azərbaycan xalqı həmişə öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətənini canından əziz tutmuşdur. Vətəndaş olmasa boş şeydir vətən, 5 günlük, 10 günlük inək qarıdır. Vətən məhkununun arxasındakı vətənin vüqarlı oğulları. Yaxşı, əyləş. İkinci qrup sualını. Bizim qrupdan sual rəsm verildi. Buyur Rəsul. Tutaq ki, bir nəfər əcnəbi Azərbaycana gəlir. O vətənimiz haqqında kiçik məlumat almaq istəyir. Sonra çox qısa şəkildə vətənimizi, kim ona qısa şəkildə vətənimizi tanıdır? Kim ona qısa şəkildə vətənimiz haqqında qısaca məlumat verə bilər? Röyədə görün, otur Rəsul. Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadrat kilometrdir. Əhalisi 9 milyondan çoxdur. Onun 20%-dən artıq torpağı ermənilər tərəfindən işğal altındadır. Azərbaycan 5 ölkə ilə həmsərhəddir. Şimaldan Rusiya, cənubdan İran və Türkiyə, qərbdə isə Gürcüstan və Ermənistan ilə. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir. Ulu öndərimiz isə Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin imzalatdığı neft müqaviləsi ilə ölkəmiz inkişaf etmiş və bir neçə ölkəyə neft ixrac edir. Azərbaycan Respublikasının təbiəti son dərəcə rəngarəngdir. O, dağlardan, düzənliklərdən və gözəl çəmənliklərdən ibarətdir. Dünyada olan 12 iqlim qurşağının 9-u Azərbaycandadır. Laf yaxşı, əyləş. Üçüncü qrupun sualı dinləyək. Üçüncü qrupun sualı. Bizim qrupun sualını özüm verəcəyim. Ver. Vətən haqqında yazılmış hansı şeirlər bilirsiniz? Vətən haqqında yazılmış əyləş. Hansı şeirləri bilirsiniz? İlahə. Almaz İldirim'in Əsri Azərbaycan. Yaxşı, otur. Tural. Hansı şeir bilirsən vətən haqqında? Ana bacı. Sənət Urğun Azərbaycan. Yaxşı, otur. Nicar. Əhməd Cavadın Can Azərbaycan şeiri. Yaxşı, sonra Fatimə. Süleyman Rüstəm Azərbaycana gəlsin. Yaxşı. Şəfək. Məhəmməd Füzanının vətənimdir. Vətənimdir. Rəsul. Abbas Səhət vətən. Abbas Səhət vətən. Fazilə. Məmməd Hüseyn Şəhriyarın Azərbaycan şeiri. Məmməd Hüseyn Şəhriyarın Azərbaycan şeiri. Fatimə, sən hansı şeiri bilirsən? Mən Can Azərbaycan. Can Azərbaycan şeirini bir balaca zümzümə ilə yadlarına düşdüyün vətən haqqında. Torpağına can demişəm, torpağına can demişəm, suyuna mərcan, mərcan demişəm, suyuna mərcan, mərcan demişəm, canımı qurban, qurban demişəm, ay gözüm canım, hey Azərbaycanım, ay gözüm canım.
Yaxşı, otur. Uşaqlar, bilirsiniz ki, bizim vətənimiz Azərbaycandır. Vətənimizə aid çoxlu ədəbiyyatımızda şeirlər, hekayələr, romanlar yazılıb. Bunlardan ən gözəli, yəni vətən nəğməsi sayılan, sizin sevimli şairiniz olan 20-ci əsrin görkəmli şairi Abbas Səhhət. Abbas Səhhət vətən şeirini yazır və bu vətən şeiri bizim üçün bir ana laylası kimi, vətən nəğməsi kimi, vətən marşı kimi səslənən bir şeirdir. Abbas Səhhət haqqında, gəlin əvvəlcə Abbas Səhhət kimdir, o hansı, onun yaradıcılığı barədə, həyatı barədə qısa bir məlumatı dinləyək. Kim hazırdır Abbas Səhhətin həyatına? İlahə danış görün. Azərbaycanın dahi şairi Abbas Səhhət 1874-cü ildə Şamaxıda anadan olmuşdur. O ilk təhsilini atasının məktəbində almış, lakin son ömrünü artırmaq üçün Xorasana, oradan Tehran şəhərinə getmişdir. Abbas Səhhət həkim idi. Onun əsladı Abbasqulu Mehdizadə idi. Şamaxıda onun ən yaxın dostu Mirzə Ələkbər Sabir idi. Dahi şairimiz Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat etmişdir. Yaxşı, əyləş. Onu da əlavə edeyim ki, 20-ci əsr Azərbaycan ədəbiyyatında bir neçə ədəbi cərəyan olmuşdu uşaqlar. Bu ədəbi cərəyanlar, müxtəlif ədəbi cərəyanlar vardı. Tənqidi realizm, ədəbi cərəyanı, romantizm cərəyanı, sentimentalizm cərəyanı. Bu cərəyanların hər birinin ayrıca nümayəndələri var idi. Və bu cərəyanlardan biri də romantizm ədəbi cərəyanı idi ki, bu cərəyanın əsas məqsədi o idi ki, yazıcılar, şairlər bu cərəyanın nümayəndələri öz arzuladıqları, yəni həyatda olan şeyləri yox, öz arzuladıqları qəhrəmanları yaradıblar, öz arzuladıqları idealları yaradıblar və bu qəhrəmanlardan, bu romantik yazıcılardan, şairlərdən biri də Abbas Səhhət idi. Yəni, yoldaşımız qeyd elədi ki, Abbas Səhhət həkim idi. O, Tehran Tibb Universitetini bitirmişdi və canından əziz sevdiyi həkimlik sənətini olduqdan çox sevirdi və ona görə də səhhət təxəllüsünü götürmüşdü. Səhhət nə deməkdir? Kim deyər? De görüm Şəfər. Sağlamlıq, vəziyyət, hal, xəstənin səhhəti, yəni sağlamlıq, şəfa mənasında məhz bu təxəllüsünü özünə götürmüşdü. Otur. Siz elə aşağı sinifdən Abbas Səhhətin yaradıcılığı ilə tanışdıq uşaqlar. Hələ ibtidai sinifdə oxuyarkən, istər oxu kitablarından, istər ana dilindən, sinifdən xaric qiraət dərslərində Abbas Səhhətin o qədər gözəl şeirləri var ki, siz onların hər biri haqqında məlumat almışsınız. Hər biri haqqında sizin təsəvvürünüz var. Və kim o ibtidai siniflərdə oxuyarkən, yəni aşağı sinifdə oxuyarkən yadında qalıb Abbas Səhhətin şeirlərindən, kimin yadında qalıb? Fazilə, dur da görüm, hansı şeir yadında? Məktəb uşağı, ana və oğul, cücələr, ata və oğul. Aha, sonra nə şeirlər var? De görüm, Fatimə. Qar və qulluqçuları, quşlar, 2 dana, yay səri, köç, güllərin bəhsi və s. Və s. Yaxşı. Yaxşı. O, bilirsiniz ki, Abbas Səhhət həm də gözəl tərcüməçi olub. Bilirsiniz uşaqlar, Abbas Səhhət bir neçə dil bilir. Həm Azərbaycan dili, fars dili və fars ərəb dillərini yaxşı bilib, həm də gözəl fransız dilini və rus dilini çox gözəl bilib. Və bu yazıçılardan rus, fransız, fars yazıçılarının, şairlərinin əsərlərini dilimizə çevirib. Onun çoxlu uşaqlar üçün yazdığı şeirlər vardı. Və onların birini, Ayı və Şir şeirini siz keçmişsiniz. Kimin yadında qalıb o şeir? Dur da görüm sən, Səlim. Ayı və Şir. Əlbir olub bir ayı bir şeir ilə, ovladılar dovşanı tədbir ilə, olmadılar razı onu bölməyə, çıxdı iş axır ölüb öldürməyə, çeynədilər, dişlədilər, ditdilər, bir-birini alqana qəlb etdilər, hər biri bir səmtə düşüb qaldı, tülkü uzaqdan görüb bu haləti, bildi ki, yox heç birinin taqəti, gəldi götürdü, ovu etdi fərət, həsrət ilə dalınca vaxtı onlar. Sağ olun. Sonra otur, sonra nə şeir yadınızda qalıb Abbas Səhhətdən? Fazilə, dur da görüm. Tənbəl. Çox yatma dur at tənbəl, yatsan olar işə əngəl. Gün dağlara yayıldı, hər bir yatan ayıldı.
Yar yoldaşın səhərlər tez məktəbə gedərlər. Sən nə vaxtdır atırsan, pal-paltarın yatırsan. Xeyir şərin qan oğlum, xeyrətinə yan oğlum. Bir azca himmət eylə, bir azca qeyrət eylə. Hər kim gedər şad olar, getsin çalışqan olsun. Aha, otur. Sonra yar səhəri şeirini keçmişiz 5-ci sinif. Kim deyər yar səhəri şeirini? De görüm. Asif. Dur qırmızı ateşləyinə yandı üfüq, şəfəqin qırmızı rəngi ilə işıqlandı üfüq. Bir qədər çaydan uzaq od qalamış dağda çıban, oyadır öz sürüsün otlaya əlaqda çıman. Yumuşaq göy çəmənin üstə düşüb şeyh gecədən, isti yoxdur, hələ var bir balaca meh gecədən. Ağ dumanlar bürüyüb göy üzündə dalğalardan, çox sərindir havası keçmə bu yana. Yaxşı, otur. Ya uşaqlar görürsünüz nə qədər gözəl, nə qədər axıcı şeirlərdir. Yəni birinci sinifdən üzü bura gəlmişsiniz, 6-cı sinifə çatmışsınız. Görün nə qədər gözəl, xoş, asan əzbərlənə bilən şeirlər yazıb Abbas Səhət. Və bu şeirlər bizim üçün elə bil ki, ana nəğməsidir, elə bil ki, vətən nəğməsidir. Abbas Səhət çox böyük vətənpərvər bir şair idi. O vətənini sevirdi və bu sevgini bütün insanlara aşılamaq istəyirdi. O istəyirdi ki, öz müasirləri və gələcək gələn nəsillər öz vətənlərini sevsinlər, onu qorusunlar, onu əzizləsinlər. Abbas Səhətin 1909-cu ildə bir vətən şeiri çıxmışdı. Və bu vətən şeirində o Azərbaycanın coğrafiyasını təsəvvür edirdi. Yəni, Azərbaycanın dağlarını, meşələrini, gözəl düzlərini, tarlalarını, bol məhsullarını göstərirdi bu şeirdə. Lakin onun ardıcan bir də vətən şeiri yazdı ki, bugün siz həmin vətən şeirini öyrənəcəksiniz, təhlil edəcəksiniz. Həmin şeirdə isə elə bil ki, sanki bir vətən himni, vətən marşı, vətənə çağırış, vətən sevgisi və vətən nəğməsi şeiridir bu şeir. Bugünkü şeirimizi əvvəlcə keçməzdən əvvəl gəlin şagirdlərimizin ifasında bu şeirləri biraz dinləyək. Görək şeiri mən sizə əzbərləməyə vermişdim. Kim əzbər bilir şeirini? Rəsul və Fatimə, buyur, gəl. Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. məni xəlq eyləmiş əvvəlcə Xuda. Sonra vermiş vətənim nəşvinima. Vətənim verdi mənə nam nəvək, Vətəni məncə unutmaq nə demək? anadır hər kişiyə öz vətəni. Bəsləyib sinəsi üstə onu. Südüdür kim dolanıb qanım olub, O mənim sevgili cananım olub. saxlaram gözlərim üstə onu mən. Ölərəm əldən əgər getsə vətən. Vətənin neybəti nisyan olmaz, Naxələflər ona qurban olmaz. vətən əcdadımızın mətfədir. Vətən övladımızın məskənidir. Vətəni sevməyən insan olmaz. Olsa ol şəxsidə vicdan olmaz. Yaxşı uşaqlar, yoldaşlarınıza hər özünüz bir Rəsula, bir Fatiməyə sual verin vətən şeirə aid. Kim sual verir? Kim? Günay, Əl-Yağaylı. Şair şeirdə deyir ki, məni xəlq eyləmiş əvvəlcə Xuda. Xuda sözündən nə demək istəyir? Allah. Bəli, şair nə deyir? Məni əvvəlcə insanı kim xəlq edir? Allah. Allah xəlq edir. Xuda nə deməkdir? Allah. Allah, otur. Sonra kim sual verir? Şəkər sən də Fatiməyə ver. Şair əsərdə vətəni sevməyən insanlar haqqında nə deyir? Nə deyir? Şeirdə nə deyir? Vətəni sevməyən insanlara. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Bəli, deyir, vətəni sevməyən insan olmaz, olsa o şəxsdə vicdan olmaz. Düzdür, oturun, əyləşin. Gəlsin şeiri söyləsin Cavid və Turab. Gəlin. Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. məni xəlq eyləmiş əvvəlcə Xuda. Sonra vermiş vətənim nəşvinuma. Vətənim verdi mənə namı nəmək. Vətəni məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni. Südüdür kim dolanıb qanım olur. O mənim sevgili cananım olur. Yox, mənim. Saxlaram gözlərim üstə onu mən. Ölərəm əldən əgər getsə vətən. Vətənin neymətin isyan olmaz. Naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mətfənidir. Vətən övladımızın məskənidir. Vətəni sevməyən insan olmaz.
olsa da o şəxsdə vicdan olmaz. Yaxşı, əyləşin. Gəlsin şeiri söyləsin Nadir, bir də Rıza. Hamınıza əzbər vermişəm, ancaq bu uşaqlar, zəif oxuyan uşaqlar, qoyular. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə xuda, sonra vermiş vətənim nəşvinuma. Vətənim verdi mənə nam nəmək, vətəni məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni, bəsləyib sinəsi üstündə onu, südüdür kim dolanıb qanım olub, o mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, ölərəm əldən əgər getsə vətən. Vətən əcdadımızın məskənidir, vətən ecdadımızın mətbənidir. Vətəni, Sevməyən insan olmaz, olsa da o şəxsdə insan olmaz. vicdan. Gördün necə zəif öyrənmişsiniz. Əməl nadir şey. Yaxşı, yaxşı, yaxşı. Uşaqlar, yoldaşınızda kim sualı var? Yoldaşınızda kimin sualı var? Verilən suallar olmasın da verilməyən suallar. Cavab de görün. Şeirdə verilib ki, nam nəməşdədir. Duz çörək. Duz çörək, hə, otur. Fatimə, Şeirdə əcdad deyəndə nə deyir? əcdad. Nədir əcdad? Əcdadımız deyir ki, vətən əcdadımızın mətbənidir deyir. O nə deməkdir? Vətən əcdadımızın Əcdad kimlərə deyirlər? böyüdür. Kimlərə deyirlər? Bunlar bilmir. Kimlərə deyirlər? Necə görün? Babalara və nəsillərə. Babalara, babalarımızdır, əcdadlarımız bizim babalarımızdır. Yəni babalarımızın yurdudur bu vətən. Bizim babalarımızın yurdudur bu vətən. Babalarımızdan yadigar qalıb bizə bu vətən. Siz ata yurdu keçirsiniz, elə bir uşaqlar. Ata yurdu dərsində nə deyirlər sizə? Deyirlər ki, vətən, Azərbaycan babalarımızın sizə olan yadigarıdır, əmanətidir. Onu qoruyun, gələcək nəsillərə verin. Otur, əyləşin. Çox pis, zəif. Sonra kim gəlir şeiri deyə? Sonra kim? 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 Daha kim? Daha kim öyrənmiş şeiri? Daha kim? De görün güləliyi. Gəl keçdi. Bir qəşəng deyilən bu şeiri, intonasiya ilə. Könlümün sevgili, məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə xuda, sonra vermiş vətənim nəşnima. Vətənim verdi mənə nam nəmək, vətənim məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni, bəsləyib sinəsi üstündə onu. Südüdür, kim dolanıb qanım olub, o mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, ölərəm əldən əgər getsə vətən. Vətənin neyməti nisyan olmaz, naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mətfənidir, vətən övladımızın məskənidir. Vətəni sevməyə insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Yaxşı, mən sizə bir sual verim. Deyir ki, vətənin neyməti nisyan olmaz. Nə demək bu? Yəni ki, mənim vətənin sərvətini heç vaxt nisyan olmaz. Vətənin sərvətlərini qorumaq lazımdır, qədrini bilmək lazımdır. Onu əldə saxlamaq lazımdır. Otur, əyləş, düzdür. Yaxşı uşaqlar, bax, bu vətən şeirində biz öyrəndik ki, Abbas Səhət vətəni sevməyi, vətəni qorumağı, vətənin təəssübünü çəkməyi ideyasını ortaya qoyub və bütün gənclərdən, üzünü gəncliyə tutaraq, üzünü sizlərə tutaraq öz vətənini sevməyə, öz vətənini qorumağa, öz vətənini təəssübünü çəkməyə, vətənin neymətlərini qorumağa çağırırsınız. Bir çağırış nəğməsidir bu nəğmə. Bizim vətənimiz bilirsiniz ki, işğal altındadır. Bayaq yoldaşımız gözəl qeyd elədi. İndi kim deyər görün mənə, vətənimizin torpaqları nə qədər, neçə faiz torpağı işğal altındadır və kim tərəfindən işğal olunur? Anabacı desin görün. 20% torpaqlarımız işğal altındadır, erməni təcavüzkarları. Erməni təcavüzkarları tərəfindən işğal altındadır. Otur. Neçə rayonumuz işğal altındadır? Kim deyər? Azərbaycanın neçə rayonu işğal altındadır? De görün İslamova. 11.
11 rayon, Azərbaycanın 11 bütövdür də. Azərbaycan 11 rayonu işğal altında. İşğal altına. Otur. Otur. Kim rayonları, işğal olunmuş rayonlarımızı saya bilər? İşğal olunmuş rayonlarımızı. Bunu bütün kitablarımızın arxasında yazırlar ki, unutma. Unutma. Bax, mən hətta onu kəsib öz şüşəmin altına qoymuşam ki, mən də unutmayayım. Mən də baxım, həmişə onu görürüm. Kim sayar o işğal olan ərazilərimizi? Cavab desin. Xocalı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Ağdərə. Yaxşı, sonra kim deyir hansı rayonlarını? Fazilə. Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa. Şuşa, Qubadlı, Ağdərə, Zəngilan və 11 rayonumuz işğal altındadır. Otur. Və bu rayonlarımızın işğal altında olmağına baxmayaraq biz ümid edirik ki və inanırıq ki, bu rayonlarımız tezliklə işğaldan azad olunacaq və Azərbaycana qaytarılacaq. Azərbaycanın çox gözəl dövlət quruculuğu var, dövlət başçımız var. Dövlət başçımızın səy nəticəsində uşaqlar və sizin gələcək nəslin, gənc nəslin vətənpərvərliyi nəticəsində bu torpaqlarımız işğaldan azad olunacaq və biz bu torpaqların işğaldan azad olunmasını bayram edəcəyik sizinlə, Allah qoysa. Və mən sizə belə bir dərsimizin mövzusundan uzaqlaşmayaq, belə bir sual vermək istəyirəm. Və belə bir sual vermək istəyirəm ki, vətən şeirində hansı ifadələr sizcə atalar sözlərini sizə xatırladır? Kim deyək? Fatimədə görün. Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə Vicdan olmaz. Düzdür. Görürsünüz necə atalar sözlərinə oxşayır. Elə bil ki, bunu böyük bizə ulularımız deyib, öndərlərimiz deyiblər ki, vətəni sevməyən insan olmaz, olsa ol şəxsi də vicdan olmaz. Otur. Bir də uşaqlar, yadıma düşmüşkən belə bir sual. Şeirin əvvəlində deyir ki, könlümün sevgili məhbubi mənim, vətənimdir, vətənimdir, vətənim. 3 dəfə bu sözü şair təkrar edir. Sizcə bu sözü 3 dəfə niyə görə şair belə vurğulayır? Niyə görə? İslamovada görə. 3 dəfə vətənimdir, vətənimdir şairimiz bizə demək istəyir ki, biz bunu diqqətlə, güclü şəkildə fikrimizdə anlatsın. Yəni bu bizim vətən kəlməsi bizim diqqətimizdə, fikrimizdə çox güclü bir şəkildə beynimizə yazılsın. Biz həmişə, yəni hər an oturanda da, duranda da, yəni evimizdə də, işdə də, məktəbdə də hər bir an vətən sözünü yadımızdan çıxarmayaq. Çünki vətən bizim anamızdır. Ana deyəndə əyləş. Ana deyəndə vətən sözünü nəzərdə tuturuq. Yəni ana və vətən. Bu iki kəlmə həmişə bir-birinin yanında işlənir uşaqlar. Ona görə də ana nə qədər munistdirsə, nə qədər əl çatmazdırsa, nə qədər belə, necə deyim, olduqca bir ilahi qüvvətdirsə bizim üçün ana kəlməsi, vətən də elə bir ilahi bir qüvvədir. Yəni vətən və ana, bunlar ikisi bir-birinin yanında işlənən kəlmələrdir. Bunların birini o birisindən ayırmaq və bunların heç birini unutmaq olmaz. Bu bizim üçün qəlbimizdə ən əziz olan kəlmə olmalıdır və həmişə bizim yaddaşımızda qalmalıdır. Və ona görə də şair şeirin əvvəlində bu sözü 3 dəfə təkrar edir. Həm qafiyə xatirinə, həm də bu sözü vurğulayır ki, ideyasıdır, şeirin ideyasıdır. Vətən, vətən, yenə vətən. İnsan vətənindən, mən uşaqlara belə bir tapşırıq vermişdim. Ki, uşaqlar vətənə aid özünüz vətən mövzusunda bir şəkil çəkin və yaxud nəysə vətənə mövzusunda hazırlaya bilərsiniz. Orucova Fatimə vətən lövhəsini, bax bu cür kiçik bir vətən lövhəsi çəkib, baxın uşaqlar, yoldaşız. Bir də Əliyeva Fatimə də bu cür belə bir taxta parçasına, adi taxta parçasına vətən lövhəsini çəkib, Azərbaycan yazıb, günəş doğub və vətəni sevmək imandandır. Həzrət Peyğəmbərimizin kəlamını bura gözəl taxta üzərinə, bax belə həkk eləyib və bu dərsimizə bir töhfə kimi gətiriblər. Sağ olsunlar şagirdlərimiz, nəzərə alacaq onların zəhmətlərini. Yaxşı, siz özünüz bu şeirə hansı adı verərdiniz? Bax, bu vətən şeirinə Abbas Səhət vətən adı verib. Bəs siz özünüz bu şeirə hansı adı verərdiniz? Şəfət
ana yurdu. Ana yurdun. Sonra necə ad verə bilərdiniz bu şeirə? Tazilər? Odlar yurdu. Odlar yurdu. Nə üçün Azərbaycana odlar yurdu deyirlər? Nə üçün deyirlər odlar yurdu? Nəyə görə onu deyirlər? Ana bacı de görüm. Azərbaycan çoxlu sərvətli, nefti, qazı. Bəli, Azərbaycanda neft, qaz hasılatı var. Çox o bizim təbii sərvətimizdir və yanar od həmişə Azərbaycandadır. Ona görə də Azərbaycan odlar yurdu. İsti bir vətəndir. Otur, düzdür. Uşaqlar, bilirsiniz ki, bugün bayaq qeyd elədiyim kimi vətən şeiri bugün də bizim üçün bir marş, bir döyüş nəğməsi, bir vətən himnidir. Və bu şeiri mən özüm də bir dəfə sizin üçün ifadəli oxuyuram və bu yadınızda bir dəfəlik qalsın və hamı kim əgər bu şeiri əzbər bilmirsə, əzbərləsin və orta məktəb müddətində sizin yaddaşlarınızda bu vətən şeiri hamının əbədi qalmalıdır. Könlümün sevgili məhbubi mənim, vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə xuda, sonra vermiş vətənim nəşv-ü nüma. Vətənim verdi mənə nanunəmək, vətəni məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni, bəsləyib sinəsi üstündə onu. Südüdür kim dolanıb qanım olur, o mənim sevgili cananım olur. Saxlaram gözlərim üstə onu mən, ölərəm əldən əgər getsə vətən. Vətənin neymətin isyan olmaz, naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mətbənidir, vətən övladımızın məskənidir. Vətəni sevməyən insan olmaz, olsa ol şəxsi də vicdan olmaz. Bax bu şeir Azərbaycan gözəl, çox gözəl yazılmış bu şeir Azərbaycan ədəbiyyatının incilərindəndir. Bilirsiniz ki, Azərbaycan şeirində uşaqlar 3 ölçü var, yəni 3 janr var. Heca vəzni, 3 vəzn var daha doğrusu, üzr istəyirəm. Heca vəzni, əruz vəzni, bir də sərbəst vəzni. Heca vəznində, siz bilirsiniz heca vəzni haqqında məlumatınız var. Bilirsiniz ki, heca vəznində şeirin birinci misrasındakı hecaların sayı digər misrasındakı hecaların sayına bərabər olmalıdır. Bu şeir isə əruz vəznində yazılmış şeirdir. Bu şeirdə, əruz vəznində isə hecaların sayı önəmli deyil. Əruz vəznində əsas fikir həmin misradakı uzun və ya qısa sahiblərin olmasından asılıdır. Yəni, əsas heca yox, keyfiyyəti, şeirdəki keyfiyyət. Yəni, sahiblərin, hecaların uzun və qısa olmasına. Əgər şeirin birinci misrasında neçə uzun və qısa sahib varsa, digər misralarda da o qədər uzun və qısa sahib olmalıdır. Yəni, əruz vəznində yazılmış müxtəlif ölçülü şeirlər var. Buna əruz vəznində bəhirlər deyilir. Bu şeirdə əruz vəzninin rəməl bəhrində yazılıb uşaqlar. Rəməl bəhri bu barədə siz demək yuxarı siniflərdə